Əvvəlcə biraz isti suyu baş dərimə sıxıram. Bəzən su uçub gedir və sən mümkün qədər çoxunu tutmağa çalışırsan. Sonra suyu saçımın uclarına qədər yayaraq masaj edirəm. Daha sonra durulanmayan şampundan azca götürüb yenə baş dərimə vururam və saçın uclarına qədər yayıram. Bəzən daraqdan da istifadə edirəm ki, şampun hər yerə yaxşı yayılsın. Hazırda saçım çox təmiz hiss olunur. İndi də dəsmalın quru hissəsini götürürəm. Burada dəsmallardan uzun müddət istifadə edirik, çünki ehtiyatlarımız məhduddur və hər şeyi qənaətlə istifadə etməliyik. Düşünürəm ki, bu kifayətdir. Saçım quruduqca saçdakı su buxarlanır və havadakı rütubətə çevrilir. Sonra kondisioner sistemi həmin rütubəti toplayır və suyun təmizlənməsi sistemi onu yenidən içməli suya çevirir.